Nələr baş verir? Ümumiyyətlə Ukraynanın bilirsiniz son məlumatlara görə 11-15 aralığında Rusiyanın işğal etdiyi ərazilərin 201 kvadrat kilometr ərazidən qova bilib işğalçıları və ciddi bir əks əməlləri biz müşahidə etməkdəyik. Nələr baş verir? Gözləntiləriniz nələrdir? Rusiya zəifləyir bu hadisələrdə. Yəni bu müstəvidə Rusiya getdikcə zəifləyir. Zəifləmə də iqtisadi cəhətdən zəifləmə ilə bağlıdır. Yəni Rusiyanın iqtisadiyyatı bugün özünün ən pis dönəmini yaşayır. Yəni Sovetlər İttifaqı dağılandan sonra hətta 90-cı illərin də səviyyəsindən belə 90-cı ilində harda ki Rusiya bir default yaşamışdı, bir ağır bir dönəm yaşamışdı öz iqtisadiyyatında, özünün maliyyə müstəvisində. İndiki durum praktik olaraq ondan da bir ağır, bir acınacaqlı bir hala gəlibdir. Yəni baxın, bir neçə faktlarla bu dediklərimi əsaslandırım ki, tamaşaçılarımız üçün də rahat olsun. Məsələn, Leningrad vilayətində Hyundai istehsal edən müəssisə, Koreya ilə birgə qurulmuş Hyundai istehsal edən müəssisə, milyardlarla dollar vəsait qoyulub. Bir ildə 200 min avtomobil istehsal olunur. Və o bir müəssisə deyil, o bir fabrik deyil, o bir zavod deyil, o böyük bir kompleksdir. Həmən avtomobillərin istehsalı üçün müxtəlif ehtiyat hissələrinin istehsalı, deyək ki, oturacaqların istehsalı, onların nə bilim müxtəlif detallarının demək istehsalı ilə məşğul olan 200 min insan çalışır bütün bu kompleksdə. Bu kompleksdə, bütün bu kompleksdə 200 min. Bir müəssisənin nümunəsində biz bunu gətiririk. Rusiya bugün, yəni dünən tək Hyundai ilə əməkdaşlıq etmirdi. Volkswagen də oradaydı, Toyota da oradaydı, Mercedes də oradaydı, yəni Ford da oradaydı. Yəni bu müəssisələr hamısı gəlib orada qurulmuşdu və Rusiya avtomobil sənayesi həmin o müəssisələrin bazasında tamamilə yeni bir müstəviyə çıxmışdı. Avtomobil sənayesi yeni bir müstəviyə çıxmışdı. İndi bunlar hamısı bağlanıb gedir. Bax, bir Hyundai'nin timsalında 200 min işçi nə deməkdir? 200 min işçinin, Rus ailələri böyük olmur da, 3 nəfərə də vursaq, 4 nəfərə də vursaq, bu təxminən gəlir 1 milyonun altında bir insan deməkdir. Peterburqda 6 milyon insan yaşayır. Yəni, bu məsələlər olduqca ciddidir. Və yaxud da ki, Peterburq Baltik dənizindən Avropaya qapıdır da, yəni dəniz qapısı. Böyük bir port var orada. Port tamamilə iflic vəziyyətindədir. Onlarla böyük nəhəng kranlar, hansılar ki, bir gündə yüzlərlə, minlərlə konteynerləri gəmilərə doldururdular, boşaldırdılar, hamısı dayanıbdır. Hamısı dayanıb, biri də işləmir. Bax, iki dənə misalla və yaxud da ki, məsələn, mən o şəhərdə Heydər bəy bir 15 ilə yaxın yaşamışam. Onun mərkəzi Peterburqda. Mərkəzi küçəsi Nevski prospektidir. O qarış-qarış tanıyıram da. Məsələn, girin sosial şəbəkələrdə bir dənə baxın, yazın Nevski prospektdə nələr baş verir. Bir-birinin yanında, yəni sıralanmış ticarət obyektləri, özdə bahalı o butiklər deyirik, elə ictimai yaşam müəssisələri, hansı ki, mərkəzdə bilirsiniz bir başqa cürədir bu yanaşımlar. Hamısı ya icarəyə verilir, hamısı bağlanıb, hamısı satılır. Yəni, birdən bir deyil, bir-birinin ardıcı hamısı bax. Yəni, praktik olaraq kütləvi bir şəkildə bu nədən əmələ gəlir? Bu, nədən bu qədər sönüklük var? İqtisadiyyat çökür, aktivlik yoxdur, pul yoxdur, vəsait yoxdur. Müəssisələr keçiblər, bəzi müəssisələr hətta 3 günlük iş rejiminə keçirlər. Eşitmişdiniz, 3 gün, həftədə 3 günlük iş rejiminə keçirlər. Minlərlə müəssisələr, mən bir Hyundai nümunəsini çəkdim. Məsələn, gözəllik salonları var da, Moskvada, Peterburqda, əsasda böyük şəhərlərdə də, Rusiya ilə böyük şəhərlərdən ibarətdir. O vilayətlərdə, əyalətlərdə həyat yoxdur, hamısı dağılıb, ölüb gedib, minlərlə kəndlər, qəsəbələr bağlanıb, kiçik şəhərlər köçüb xarabazara çevriliblər. Gözəllik salonları, yüzlərlə gözəllik salonları bağlanıbdır. Yəni, insanlarda pul yoxdur ki, gedib orada xidmətdən istifadə eləsinlər. Yəni, bu bir göstəricidir. Və yaxud da başqa bir, bənzər dünəndə bir telekanalımızda mən bu fikirləri dedim. Dəfn biznesi, bütün ölkələrdə bu xüsusi bir biznesdir. Daha çox da kriminallaşmış biznesdir Rusiya kimi ölkələrdə. Dəfn biznesi böyük bir ziyanın içindədir. Niyə görə? Dünyasını dəyişmiş insanı, onun sahibi, yəni ölü sahibi, onu yetərincə, yəni öncəki bir təmtərağında dəfn edə bilmir.
Yəni bax bütün bunlar hamısı göstəricilərdir. Bütün bunlar hamısı reallıqlardır. Və yaxud da ki Rusiyanın dövlətinin büdcəsi 2 ayda 6 ayın kəsirini yeyibdir. Yanvar, hələ fevral bitməyibdir. Ay yarımda 6 ayın kəsirini yeyibdir. Yəni 6 ay üçün nəzərdə tutulmuş kəsiri artıq ay yarımda bunlar başa vurublar. Bugün Rusiya hərbi iqtisadiyyat o qədər bərbad gündədir ki, büdcə o qədər bərbad gündədir ki, Rusiya hərbi yalançı pullarla maliyyələşdirilir. İndi bu maliyyəçilər, peşəkarlar, iqtisadçılar daha yaxşı bilirlər. Bir qədər açın bunu hörmətli tamaşaçılarımız üçün. Yalançı pul nədir? Mərkəzi Bank sadəcə olaraq emisiya edir, kredit emisiya edir. Məsələn, kommersiya banklarına sənə məsələn 100 milyard pul köçürtdüm, o birisinə 150 milyard pul köçürtdüm və sən o pulları, yəni o banklar, həmin pulları Maliyyə Nazirliyinin xəzinə öhdəliklərini, yəni qiymətli kağızlarını alırsan. Hərbi belə maliyyələşdirirlər. Demək, banka pulu verirlər, yalançı pulu. Ona da deyirlər ki, sən bu pulla Maliyyə Nazirliyinin xəzinə öhdəliklərini, yəni qiymətli kağızlarını alırsan və bank da təbii ki, bunu edir və o pulları alan Maliyyə Nazirliyi hərbi maliyyələşdirir. Hərbdə əlavə dəyər yaradırlar. Bax, bu əlavə dəyəri yaradırlar, raket. Bugün 1 milyard xərc çəkirlər, bu raketi yaradırlar. Obrazlı deyirəm. Səhər o raket gedir, Ukraynada düşür yerə, partlayır orada, indi kimisə öldürür, haransa dağıdır, amma o məhsul yoxa çıxır. Yəni geri qayıdışı olmayan investisiya. Bəli, bunların yaratdığı həmin o pulla, o yalançı pullarla yaratdıqları əlavə dəyər də belə, yəni yalançı bir əlavə dəyərdir. Yəni bu iqtisadiyyata heç bir töhfə vermir. Bu müharibənin ilk illərində bunlar bar-bar bağırırdılar ki, bizim iqtisadiyyatda 4%, 4,4%, 4,5% artım var. O inkişaf bax bu nümunəsini gətirdiyim inkişafıdır və axırda da bəlli oldu ki, bugün artıq oranı da maliyyələşdirə bilmirlər. Hərbi bugün maliyyələşdirə bilmirlər. Və bütün bunlar Rusiyanı hara aparır? Bax, bütün o yalancı, demək, o maliyyə fırıldaqları dövlət səviyyəsində. Bütün iqtisadiyyatın bu şəkildə çöküşü. Yüzlərlə misallar gətirə bilərəm. Təbii ki, efir vaxtımız buna imkan vermir. Və nəticə etibarilə Rusiyanı böyük bir defolta, yəni dövlət olaraq böyük bir müflisliyə aparır. Və müflis nədir? Dövlətin müflis olması nədir? Sən vətəndaşın qarşısında öhdəliyini yerinə yetirə bilmirsən, sosial öhdəliklərini yetirə bilmirsən. Dünyanın digər təşkilatları borclu olduğunu Rusiya 4 ildir müharibə apardı. Bundan qabaq da uzun müddətə götürdüyü borclar var. Onları qaytarmalıdır falan deməlidir. Ya və yaxud da üzvlük haqqı borcları var. Yəni onların heç birini qaytara bilməyəndə artıq o məcburdur özünü default elan etsin. Özünü default, yəni müflis elan edən bir dövlətin içində inqilab qaçılmazdır.